Salam hörmətli YouTube və TikTok izləyicilərim. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində Cavadxan qəsəbəsində, yəni avtozavodda 4 sot torpaqda qarşıda gördüyünüz deməli koridor proyektli bir böyük zal, eyni zamanda 3 otaq olan bax belə bir həyət evi satılır. Hal-hazırda mən bağçasında yerləşirəm. Gördüyünüz kimi 4 tərəfdən səliqəli hörgüsü var. 9 ədəd ağac növünü görürəm. İndi isə evin xarici görünüşünü görmək mümkündür. Deməli, onu sizə deyim ki, qaz, su və qaz, su və işıq sayxaçları qoyulub. Şəxsən onları özüm görmüşəm. Bura isə navesin alt hissəsidir. Bax, gördüyünüz kimi kürsülüdür. 2 qat kubiklə hörülüb, təzə tikilişdir. Badvalı var. Bax, belə bir həyət evinin qiyməti 70.000 manatdır. Qiymətində mənə deyilənə görə mütləq razılaşma olmalıdır. İndi evə daxil oluram. Dediyim kimi koridor proyektlidir. Bir zal, 3 otaqdır. Qapısı dəmirdir. Pəncərələri Evrodur. Bax, bura deməli həmin dediyim koridordur. Koridorun ölçüsü təxminən 3-ün 5-ədir. Bax, bu cürdür. Burada bax, bu gördüyünüz işıq sistemi xətləri çəkilib. Hətta bax, bu qoyulub. Bura isə hamamıdır. Yenidən evdə görülən işləri sizə göstərirəm. Otaqların ölçüsü 3-ün 3-ədir. Bax, bura 3-ün 3-ədir. Bax, yenidən mən sizə göstərirəm. Deməli, sənədi sərəncamdır. Arxiv arayışı var. Bildiyiniz kimi, deməli, hal-hazırda sərəncam ilə ancaq etibarnamə yolu ilə satılır. İndi isə zalına keçirəm. Zalın uzunluğu 6, eni 4 metrdir. Pəncərələrini görmək mümkündür. Pəncərələri Evrodur. Deməli, bu həyət evi Köhnə Cücə zavodunun aşağı tərəfində, eyni zamanda Hacıməliyə gedən həmin bax asfalt yoldan bu həyət evinə qədər olan məsafə maksimum 400 metrdir. Bax, bura deməli 3-cü otaqdır. 3-cü otağın ölçüsü 4-ün 3-ədir. Onu da deyim ki, mətanət sexinə yaxın bir ərazidir. Bir də ki, 18 nömrəli marşrut təxminən 2 küçə sonra keçir. Yəni, Bakubusu deyirəm, qırmızı avtobusların. Bura isə deməli mətbəğidir. Mətbəği həqiqətən böyükdür. 3-ün 4-ədir. Bax, belə bir həyət evinin qiyməti 70.000 manatdır. Ancaq mənə deyilənə görə qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.